Həyəcan təşviş pozuntusu nədir? Həyəcan təşviş pozuntusu bir xəstəlikdir. Xəstəliklərin beynəlxalq təsnifatı və DSM üzrə sırf psixiatrik bir pozuntudur, psixiatrik bir xəstəlikdir. Psixiatrik xəstəliklər, yəni psixiatrik pozuntular iki böyük qrupa ayrılır. Birinci qrupa nevrotik xəstəliklər, yəni nevrotik pozuntular, ikinci qrupa isə psixotik xəstəliklər, yəni psixotik pozuntular və yaxud da ki buna ruhi xəstəliklər deyilir. Yəni bunların kliniki gedişatı zamanı psixozlar müşahidə edilir. Həyəcan təşviş pozuntusu nevrotik xəstəliklər qrupuna, nevrotik pozuntular qrupuna daxildir. Həyəcan təşviş pozuntusuna bəzən nomenklaturada anksiyete deyilir. Anksiyete bir fransız ifadəsidir. Hərfi tərcümədə mənası narahatlıq sindromu anlamına gəlir. Həyəcan təşviş pozuntusunun, yəni anksiyetenin bir neçə alt qrupu vardır. Panik atak, panik pozuntu, generalizə edilmiş, yəni yayılmış həyəcan təşviş pozuntusu, hipoxondriya xəstəliyi və yaxud da ki buna hipoxondrik pozuntu, yəni xəstəlik deyilir. Ayrılma həyəcan pozuntusu, seçici mutizm, həmçinin kəskin stres pozuntusu, travma sonrası stres pozuntusu, sosial həyəcan pozuntusu, spesifik həyəcan pozuntusu, eyni zamanda buraya agorafobiya daxil edilir. Həyəcan hissi həmçinin nevrotik pozuntulardan obsessiv kompulsiv pozuntu, köhnə nomenklaturada buna sarışan hallar nevrozu, cəmiyyət arasında isə takıntı xəstəliyi, vasvasalıq və yaxud da sofuluq deyilir. Eyni zamanda dissosiativ konversiyon pozuntu, depressiv epizod zamanı görülə bilər. Həyəcan həmlələri və həyəcan tutmaları həmçinin psixotik pozuntulardan, psixotik xəstəliklərdən, yəni ruhi xəstəliklərin kliniki gedişatı zamanı psixozlar müşahidə olunan xəstəliklərin, yəni şizofreniyanın, bipolar affektiv pozuntunun, doğumdan sonraki psixozun kliniki gedişatının ilkin etaplarında başlanğıc, yəni prodromal əlamət kimi görülən həyəcan həmlələri və həyəcan tutmaları bəzən yeniyetməlik çağında müşahidə olunan reaksiyalarla səhv salına bilər. Məsələn, müayinəyə gələn valideynlərin övladları barəsində ən çox dediyi fikirlər bunlardan ibarət olur. Doktor özünə qapanıbdır, qonaq gələrkən otaqdan bayıra çıxmır, oğlan uşağıdırsa üzünü qırxmır, qız uşağıdırsa menstrual sikl zamanı öz gigiyenik qaydalarına əməl etmir, daim həyəcanlı və narahatdır, qıcıqlıdır və əsəbidir deyə ifadələr işlədirlər. Həyəcan tutmaları və həyəcan həmlələri eyni zamanda bir sıra somatik xəstəliklərin, yəni nevroloji xəstəliklərdən, dağınıq skleroz, kardioloji xəstəliklərdən, açıq ürək əməliyyatından sonra, stent qoyulduqdan sonra, miokard infarktından sonra, eyni zamanda kardioloqların kardionevroz, ürək nevrozu, ürəyin irritabl sindromu kimi adlandırdığı nevrotik pozuntularda, tənəffüs sistemi və ağciyər xəstəliklərindən, ağciyər vərəmi, bronxial asma zamanı, həmçinin mədə-bağırsaq sistemi xəstəliklərindən qastroptoz, mədə xorası, eyni zamanda terapevt və gastroenteroloqların qıcıqlanmış bağırsaq sindromu, mədə nevrozu, mədənin irritabl sindromu kimi adlandırdığı nevrotik pozuntularda, həmçinin endokrinoloji xəstəliklərdən ZOB deyə adlandırdığımız qalxanabənzər vəzin funksiyasının artması zamanı, uzun müddətli həyəcan fonunda insulin dirənci, insulin rezistentliyin artması fonunda yaranan şəkərli diabet və həmçinin bir sıra onkoloji xəstəliklər zamanı müşahidə oluna bilər. Hər bir insanda həyəcan hissinin olması vacibdir. Həyəcan normal və təbii bir duyğudur. Əksinə, hər hansısa bir insanda həyəcan hissinin olmaması insanın robot kimi olması anlamına gəlir. Həyəcan hissi orqanizm üçün bir qoruyucu mexanizmadır. Orqanizmdə hər hansısa bir təhlükəli vəziyyət yarandıqda həyəcan hissi siqnal çalaraq orqanizmin daha tədbirli və ehtiyatlı davranmasına səbəb olur. Hər birimiz yaşadığımız həyat boyunca illər ərzində bir və yaxud da ki bir neçə dəfə hər hansısa bir müəyyən vacib situasiya ilə əlaqədar olaraq başlayan, yalnız həmin situasiyanı əhatə edən, situasiya bitdikdən sonra sönən, müvəqqəti xarakter daşıyan, qısa müddət davam edən həyəcan hissi yaşanılmışdır. Bu həyəcan halları bizim perspektivalarımızın yüksək olmasında, performans göstərməmizdə, akademik bacarıqların yüksək olmasında,
anlama, qavrama, yadda saxlama proseslərinin sürətli olmasında, diqqətin cəmləməsində, diqqətin toplanmasında, həmçinin daha məsuliyyətli olmasında, konsentrə və adaptasiya proseslərinin sürətli olmasında köməklik göstərir. Məsələn, şəxs əgər məktəblidirsə, tələbədirsə, imtahan verəcəksə və yaxud da ki, şəxs hər hansısa bir işlə əlaqədar olaraq, işlə bağlı olaraq insanlarla görüşəcəksə və yaxud da ki, şəxs hər hansısa bir auditoriya, kütlə qarşısında, televiziya qarşısında çıxış edəcəksə, bu halda müşahidə olunan həyəcan hissi normaldır və bu halda müşahidə olunan həyəcan hissi məsuliyyətdən xəbər verir. Lakin həmin bu situasiya keçdikdən sonra belə həyəcan hissi davamlı xarakter daşıyırsa, müddəti uzanırsa, miqdarı artırsa və insanın rutin həyatını pozursa, həyat keyfiyyətini aşağı salırsa, funksionallığını azaldırsa, əmək qabiliyyətini, iş qabiliyyətini aşağı salırsa, eyni zamanda insanlarla olan münasibətində münaqişələrə meyillik törədirsə, artıq bu halda həyəcan hissi normal hesab edilmir, patologiyadır, pozuntudan və xəstəlikdən bəhs edilir. Həyəcan təşviş pozuntusunun, yəni anksiyetenin 2 böyük klinik əlaməti vardır. Birincisi zehinsəl, yəni psixoloji, ikincisi isə fiziksel, yəni bədənsəl, buna motor və yaxud da ki, hərəki klinik əlamətlər deyilir. Ümumiyyətlə, orqanizmdə baş verən həyəcan, qorxu, təşviş, təlaş, narahatlıq, gərginlik, qıcıqlılıq, əsəbilik, tədirginli bir vəziyyətlərdə beynin ön bölgəsinə, ön payına qan axını sürətləndiyi üçün alın payının, yəni frontal lobun funksiyaları dəyişilir və nəticə etibarilə alın payının icra etdiyi funksiyalar pozulur. Bu zaman şəxsdə idarə etmə, qərar vermə, planlama, eyni zamanda diqqətin sürdürülməsi, duyğu, düşüncə və davranışların konsentrə olunması, duyğu, düşüncə və davranışların idarə olunması pozulur. Nəticədə şəxsdə adaptasiya olunma, konsentrasiya olunma pozulur. Şəxs diqqətini cəmləməkdə, diqqətini toplamaqda çətinlik çəkir, diqqət defisiti, diqqət dağınıqlığı yaranır, akademik bacarıqları aşağı düşür, anlama, qavrama, yadda saxlama problemləri yaranmış olur. Şəxsdə baş verən qorxular fonunda şəxsin beynində səbəbsiz yerə düşüncələr yaranmağa başlayır. Şəxs öz ailə üzvlərinin, yaxın qohumlarının, xüsusilə övladının başına hər hansısa bir təhlükə olmadan pis bir, bədbəxt bir hadisə gələcəyi qorxuları yaşayır. Şəxs qapı döyülərkən, telefon zəng çalarkən, bayırdan səs gələrkən hər hansısa bir bədbəxt hadisə eşidəcəyi qorxuları yaşamış olur. Şəxs əgər maddi durumu ilə bağlı olaraq bir sıxıntısı yoxdur, lakin şəxs qısa müddət ərzində pulunu itirəcəyi, müflis olacağı, eyni zamanda bankrot olacağı qorxuları yaşamış olur. Və yaxud da ki, şəxs hər hansısa bir ağır xəstəliyə düçar olacağı qorxuları yaşayır. Şəxs dəli olacağı, ağlını itirəcəyi, kontrolunu itirəcəyi, yıxılacağı, bayılacağı, biabır olacağı, həmçinin beyninə qan sızacağı, iflic olacağı, insult olacağı, infarkt olacağı, ağır bir xəstəliyə düçar olacağı, xərçəng olacağı qorxuları yaşamış olur. Bu düşüncələr gün ərzində onun beynində cərəyan edir. Ona narahatlıq, gərginlik, qıcıqlılıq, əsəbilik yaradır. Nəticə etibarilə şəxs bir yerdə qərar tuta bilmir. Doktor tıncıxıram deyə ifadələr işlədirlər. Şəxs durur, oturur, bir yerdə qərar tuta bilmir. Bu halda şəxsin qıcıqlılıq və əsəbilik fonunda kimsə yemək yeyərkən ağzının mırçıltısı, suyun şırıltısı, saatın əqrəbinin çıqqıltısı, kiminsə ayaqlarının addım səsi belə onda qıcıqlılıq və əsəbilik yaradır. Davam edən həyəcan, qorxu, təşviş, təlaş, gərginlik, narahatlıq fonunda şəxsin üz ifadəsi dəyişir. Üzü vahiməli bir baxış alır. Alın qırışları yaranmağa başlayır. Ağız bucağı aşağıya doğru enir. Göz alması bərəlir. Göz bəbəkləri genişlənir. Şəxsin sifəti qızarır, rəngi avazıyır. Nəticədə baş ağrıları, baş sıxılma, baş gicəllənməsi müşahidə olunur. Bədəndə əsmə, titrəmə, tərləmə, tremor, üşütmə, soyuma, temperaturanın yüksəlməsi, istilik basma kimi xüsusiyyətlər yaranmağa başlayır və şəxsin yuxarı və aşağı ətraflarında uyuşma, keymə, iynə batırma, qarışqa gəzmə kimi hissiyat yaranmağa başlayır. Şəxsin bütün bədənində ağrılar yaranmağa başlayır. Baş ağrıları, boyun ağrıları, bel ağrıları, oynaqlarda ağrılar yaranmağa başlayır. Bu ağrılar yanma,
sancma, göynəmə, dartma tipli ağrılardan ibarət olur. Ağrılar bütün bədənə irradiasiya edir. Sanki fibromialgiya ağrılarını xatırladır. Bəzən ağrılar sol kürəyə, sol çiyinə, sol qola irradiasiya edir. Sanki stenokardiya ağrılarını xatırladır. Məhz buna görə də pasientlər miokard infarktı olacağı qorxuları yaşamağa başlayır. Həyəcan, qorxu, təşviş, təlaş, gərginlik, narahatlıq irəlilədikcə şəxsin danışarkən nitqi titrəyir, bəzən kəkələyir, bəzən isə nitq tamamilə dayana bilər. Proses irəlilədikcə, simpatik sinir sisteminin fəaliyyəti artdıqca, qana ifraz olunan adrenalin yüksək miqdarda sintez olunduqca, nəticədə ürək-damar sistemi tərəfindən fəaliyyəti dəyişilir. Ürək sürətli vurmağa başlayır, ürək vurğularının sayı artır, qan damarları daralır, arterial təzyiq artır, nəbz sürətlənir, tezləşir. Nəticədə ürək nahiyəsində ağrılar, ürək sıxılması yaranmağa başlayır. Şəxs belə bir ifadələr işlədir. Doktor, sanki bu dəqiqə ürəyim ağzımdan çıxacaqdır. Elə bil ürəyim döyünmür. Ürəyim elə bil ki, dayanıbdır deyə fikirlər ifadə edirlər. Həmçinin bu müddətdə tənəffüs sistemi tərəfindən tənəffüsün tezləşməsi, nəfəs alıb vermənin artması baş verir. Şəxs dərindən nəfəs alıb verdikcə beyinə gedən oksigenin miqdarı artır. Nəticədə beyinə gedən oksigenin miqdarı artdığı üçün beyin bir qorxulu, həyəcanlı, xətalı bir vəziyyətin olmasından orqanizmə məlumat verir. Nəfəs alıb vermə daha da artır. Şəxs dərindən nəfəs alıb verdikcə nəfəs darlığı yaranmağa başlayır və nəticədə şəxs belə bir ifadələr işlədir. Pasientlərin dilindən deyiləcək sözü deyəcəyəm. Doktor, sinəmin üstündə sanki bir qaya oturubdur, daş oturubdur. Dərindən nəfəs alıb verə bilmirəm. Nəfəs aldıqca belə ağciyərlərimə hava çatmır deyə söyləyirlər. Bundan başqa həmçinin mədə-bağırsaq sistemi tərəfindən mədə-bağırsağın yüksək dərəcədə qıcıqlı, irritabl vəziyyətdə fəaliyyət göstərməsi müşahidə olunur. Şəxsin bu zaman ağzında quruluq, udqunmada çətinlik, boğaz nahiyəsində hər hansısa bir maneənin qalması hissiyatı, boğazın şişməsi hissiyatı yaranır. Nəticə etibarilə bu pasientlər yemək yeyərkən, qidalanarkən belə yanlarına bir stakan su qoyarlar. Sanki boğulacağı qorxuları yaranmış olur. Bununla yanaşı olaraq şəxsdə mədəsində qıcqırma, gəyirmə, ürək bulanma, qusma halları, həmçinin irritabl, qıcıqlanmış vəziyyətdə işləyən mədə-bağırsaq bəzən ishal, bəzən qəbizliklə nəticələnə bilər. Bəzən şəxsin qarnı köpmüş vəziyyətdə olur. Şəxs sanki belə bir ifadələr işlədir. Doktor, sanki qarnım hamilə bir qadının qarnını xatırladır. Daim olaraq köpmüş şiş vəziyyətində olur. Qeyd etdiyim bu klinik əlamətlər yüngül, zəif, aşağı, enik simptomatika ilə gün ərzində, həftə ərzində, ay ərzində şəxsi müşahidə edər və davamlı xarakter daşıyar. Əgər 6 aya qədər davam edərsə, biz buna kəskin və yaxud da ki, akut həyəcan təşviş pozuntusu, 6 ayın üzərində və yaxud da ki, 2 ilin üzərində davam edərsə, biz buna xroniki həyəcan təşviş pozuntusu deyirik. Həyəcan təşviş pozuntusu dərinləşdikcə, xronikləşdikcə şəxsdə depressiv bir epizod formalaşmağa başlayır. Şəxsin əhval-ruhiyyəsi düşür, zövq alması azalır. Biz buna anhedoniya deyirik. Enerji potensialı enir. Biz buna avalüsiya deyirik. Şəxs sanki narahat və gərgin olmağa başlayır. İrəlilədikcə yuxusu pozulur. Şəxs yuxuya dalmaqda, yuxuya keçməkdə çətinlik çəkir. Yuxuya keçdikdən sonra belə həyəcanlı, qorxulu, narahatlı, gərgin, təşvişli, təlaşlı şəkildə yuxudan oyanır və nəticə etibarilə yenidən yuxuya keçməkdə çətinlik çəkir. Gecə narahat yuxu fonunda səhər yatağından qalxdıqda gücsüzlük hissi olunur. Gün ərzində yorğun, əzgin, bitkin vəziyyətdə olmuş olur. Nəticə etibarilə şəxsin qidalanması pozulur, iştahı azalır, şəxs sürətli şəkildə çəki itirməyə başlayır, arıqlayır. Eyni zamanda şəxsdə bu zaman cinsəl funksiyalar zəifləyir. Kişilərdə xüsusilə erkən boşalma, tez boşalma problemləri yaranmış olur. Cinsəl istəksizlik yaranır. Məhz buna görə də uzun müddətli həyəcan təşviş fonunda pasientlər biz psixiatra müraciət edənə qədər bir sıra ixtisaslı həkimlərdə müayinələrdən keçmiş olurlar. Baş beyinə uyğun olaraq baş beyində başda sıxılma, gərginlik, baş gicəllənmə yarandıqda baş beynin MRT müayinəsi, KT müayinəsi, rentgen müayinəsindən keçirlər. Eyni zamanda ürək vurğularının sayının artması, təzyiqin artması fonunda EXO müayinəsi, EKG müayinəsi olunmuş olurlar və həmçinin ürək bulanma, qusma, mədə ağrısına uyğun olaraq mədənin ultrasəs müayinəsi, endoskopiya, gastroskopiya, kolonoskopiya müayinələrindən keçmiş olurlar və eyni zamanda dəfələrlə
qanın, sidiyin, nəcisin təhlillərini etmiş olurlar və həkimə, xüsusilə nevroloqa, kardioloqa, gastroenteroloqa, terapevtə müraciət etdikdə, mənim nəyim var deyə doktor söylədikdə, sənin hər hansısa bir ciddi patologiyan yoxdur. Sizdə baş verən hallar psixolojidir. Bir psixiatra müraciət et dedikdə, pasiyent belə bir ifadələr söyləyir. Mənim dərdimin çarəsi tapılmadı. Məni heç kəs başa düşə bilmədi deyə ifadələr işlətmiş olurlar. Lakin uzun müddətli davam edən həyəcan təşviş pozuntusu əgər müalicə olunmazsa, məsələn, arterial təzyiqin davamlı olaraq yüksək olması, problemləri miokard infarktına qədər, mədə bağırsağın daim olaraq qıcıqlanmış, irritabl vəziyyətdə işləməsi, mədə xorasına qədər, uzun müddətli həyəcan təşviş fonunda insulin dirənci, insulin rezistentliyi yarandığı üçün şəkərli diabetə gətirib çıxara bilər. Həyəcan təşviş pozuntusu, yəni anksiyete və panik atak, panik pozuntu zamanı hər ikisində həyəcan həmlələri və həyəcan tutmaları müşahidə olunur. Bəs görəsən bunların bir-birindən fərqi nədir? Bu fərqi 3 hissəyə ayırmaqla izah etmək istəyərdim. Birincisi, həyəcan həmlələri və həyəcan tutmalarının xarakteri, ikincisi, qorxular və üçüncüsü isə burada baş vermə səbəbləridir. Birincisi, panik atak, panik pozuntu zamanı həyəcan həmlələri və həyəcan tutmaları adından da məlum olduğu kimi anidən başlayar, qəfildən başlayar, birdən-birə başlayar, kəskin başlayar, epizodik xarakter daşıyar, tutmavari xarakter daşıyar. Bu zaman müşahidə olunan həyəcan həmlələri və həyəcan tutmaları 5-10 dəqiqə ərzində pik həddə çatar. Daha sonra bu klinik əlamətlər 30-40-50 dəqiqəyə qədər, bəzən 2 saata qədər davam edər. Daha sonra isə getdikcə yavaşlayaraq azalar və sönər. Şəxs sanki bir dəhşət yaşamış olar. Həyəcan təşviş pozuntusunda, yəni anksiyetedə isə həyəcan həmlələri və həyəcan tutmaları daha aşağı, daha enik, daha az, daha yüngül simptomatika ilə başlayar, gün, həftə, ay ərzində şəxsi davamlı olaraq müşahidə edər. İkincisi, qorxulara nəzər yetirdikdə isə panik atak və panik pozuntu zamanı qorxular şəxsin özü ilə bağlı olaraq qorxular yaşayır. Şəxsin öz bədəninə qarşı yönəlmiş bir narsistik yatırım olur. Şəxs sağlamlığı ilə bağlı olaraq qorxular yaşayır. Şəxs hər hansısa bir ağır xəstəliyə düçar olacağı, biabır olacağı, dəli olacağı, ağlını itirəcəyi, bayılacağı, huşunu itirəcəyi, kontrolunu itirəcəyi, yıxılacağı, beyninə qan sızacağı, insult olacağı, iflic olacağı, infarkt olacağı və yaxud da ki, hər hansısa bir ağır infeksiyon və virus xəstəliyinə yoluxacağı, onkoloji xəstə olacağı və öləcəyi qorxuları yaşamış olur. Həyəcan təşviş pozuntusunda, anksiyetedə isə qorxular şəxsin özü ilə deyil, digər şəxslərlə bağlıdır. Şəxs ailə üzvlərinin, yaxın qohumlarının, xüsusilə övladının başına hər hansısa bir təhlükə olmadan bədbəxt bir hadisə, pis bir hadisə gələcəyi qorxuları yaşayır. Qapı döyülərkən, telefonun zəngi çalarkən, bayırdan bir səs gələrkən hər hansısa bir bədbəxt hadisə ilə rastlaşacağı qorxuları yaşamış olur. Və bu qorxular gün ərzində, həftə ərzində, ay ərzində onu davamlı olaraq müşahidə edir. Üçüncüsü, baş vermə səbəbinə nəzər yetirdikdə isə panik atak, panik pozuntu zamanı hər hansısa bir obyekt və hadisə olmadan baş verə bilər. Lakin həyəcan təşviş pozuntusu, anksiyete zamanı isə hər hansısa bir obyekt və hadisənin olması mümkündür. Burada biz obyekt və hadisə dedikdə stres faktorunu nəzərdə tuturuq. Yəni, hər bir şəxs hər hansısa bir müddətdə stres keçiribsə, həmin bu stres faktoru beyində, qabaqaltı mərkəzlərdə toplanıb qalır, şərait yarandıqda yenidən baş vermiş olur. Bəzən isə bu anidən də ola bilər. Şəxs televizora baxarkən, telefonla danışarkən, yemək yeyərkən, vanna otağında yuyunarkən, avtobusda, metroda gedərkən, sükan arxasında, hətta yatarkən yuxuda belə müşahidə oluna bilər. Həyəcan təşviş pozuntusu, anksiyete zamanı beyində hansı neyrofizioloji və neyrokimyəvi dəyişikliklər gedir? Biz bildiyimiz kimi, beynimiz bir neçə paydan ibarətdir. Beynimizin gicgah, temporal payının içəri səthində, hipokampusun dərhal önündə amigdala yerləşir. Amigdala qorxu mərkəzidir. Amigdala cütdür, 2 ədəddir, bildiyimiz badam formasındadır. Orqanizmdə hər hansısa bir həyəcanlı, qorxulu, təşvişli, təlaşlı, narahat, gərgin, tədirgin vəziyyət yarandıqda amigdala tətiklənərək, qıcıqlanaraq özündə olan bu məlumatı talamusa ötürür. Talamusdan məlumat hipotalamusa ötürülür. Hipotalamus orqanizmdə sinir və endokrin sistem arasında əlaqə yaradan bir mərkəzdir. Hipotalamusda olan bu məlumat böyrəklərin üst hissəsində
cüt formada, şlyapa formasında yerləşən böyrəküstü vəziyə ötürülür. Nəticə etibarilə bu zaman böyrəküstü vəzidən kortizol və adrenalin sintez olunmağa başlayır. Bu halda adrenalin qana yüksək miqdarda sintez olunur. Adrenalin bir neyrotransmitterdir. Adrenalin orqanizm üçün bir alarmdır, bir siqnaldır. Orqanizmdə hər hansısa bir həyəcanlı, təşvişli, qorxulu, təlaşlı, narahat, gərgin, tədirgin vəziyyət yarandıqda adrenalin orqanizmdə siqnal çalaraq orqanizmin qaç, qov, yürüşə keç, fəaliyyətə keç, hücuma keç anlamına gəlir. Bundan başqa, bu proses zamanı orqanizmdə olan vegetativ, yəni avtonom sinir sisteminin iki şöbəsi vardır. Simpatik və parasimpatik. Bu halda simpatik sinir sisteminin də fəaliyyəti artır və eyni zamanda qana külli miqdarda, yüksək miqdarda adrenalin sintez olunmuş olur və orqanizmdə bir sıra reaksiyalar sürətlənmiş olur. Həyəcan təşviş pozuntusunun, anksiyetenin müalicəsində əsas iki üsula diqqət yetirilir. Birincisi, həyəcan təşviş pozuntusu, anksiyete necə müalicə olunur? Burada iki üsuldan istifadə olunur. Birincisi, psixoterapiya. İkincisi, farmakoterapiya, yəni dərman müalicəsi. Psixoterapiyada dəstəkləyici psixoterapiya, kognitiv davranış terapiyası və eyni zamanda psixodinamik psixoterapiyadan istifadə edilir. İkincisi isə farmakoterapiya, yəni dərman müalicəsi zamanı ilk növbədə burada antidepressantlardan istifadə edilir. Antidepressantlar sözündə depressiya ifadəsi olduğu üçün bəzən pasiyentlər elə başa düşürlər ki, antidepressantlar təkcə depressiv epizod, depressiya xəstəliyinin müalicəsində istifadə edilir. Lakin bu belə deyildir. Antidepressantlar həyəcan təşviş pozuntusu, yəni anksiyetenin digər alt qruplarında panik atak, panik pozuntu, eyni zamanda digər nevrotik pozuntulardan obsessiv kompulsiv pozuntu, dissosiativ konversiyon pozuntu, tik xəstəliyi, Tourette sindromu, həmçinin digər pozuntular, psixotik xəstəliklərdən, psixi pozuntulardan, yəni ruh xəstəliklər zamanı, yəni klinik gedişatı zamanı psixozlar müşahidə olunan xəstəliklərin, şizofreniyanın, bipolar affektiv pozuntunun, doğumdan sonrakı psixozun remisiya mərhələsində depressiv fon formalaşdıqda istifadə oluna bilər. Həmçinin bir sıra somatik xəstəliklərin klinik gedişatının həm ilkin, həm də gecikmiş mərhələlərində istifadə oluna bilər. Həmçinin antidepressantlardan yeni nəsil antidepressantlar 2 həftənin üzərində təsir göstərdiyi üçün bəzən pasiyentdə yaranmış olan həyəcan, qorxu, təşviş, təlaş, narahatlıq, gərginlik, tədirginlik vəziyyətinin tez bir zamanda aradan qalxmasını, pasiyentin narahatçılığının tez bir zamanda aradan qalxmasını nəzərə alaraq, bu zaman həyəcan təşviş əleyhinə olan dərman preparatlarından, bunlara biz anksiolitiklər, trankvilizatorlar deyirik, istifadə edilir. Benzodiazepinlər istifadə edilir. Anksiolitiklər, yəni trankvilizatorlar, benzodiazepinlər pasiyentlərə təyin edildikdən, istifadəsinə başlandıqdan 15-20 dəqiqə sonra təsir etməyə başlayır. Bunların İstifadə müddəti isə 2 həftədən 2 aya qədərdir. Lakin bəzən həkim nəzarəti altında müəyyən bir xəstəliklər və pozuntular zamanı daha artıq müddətdə istifadə edə bilərik. Həyəcan təşviş pozuntusu irəlilədikcə, depressiv fon yarandıqca, şəxs özünə qapandıqca, həyatdan zövq alması yarandıqca, beynində narahat və gərgin düşüncələr, gələcəyə dair olaraq neqativ düşüncələr yarandıqca, intihar düşüncələri formalaşdıqda biz bu zaman antipsixotiklərdən istifadə edirik. Digər bir qrup dərman preparatları antikonvulsantlardır. Antikonvulsantlar kiçik dozalarda, nevrotik pozuntularda əhval-ruhiyyə stabilizatoru kimi, yəni əhval-ruhiyyəni balanslaşdırmaq üçün istifadə olunan dərman preparatlarıdır. Lakin antikonvulsantlar daha yüksək dozalarda epilepsiya xəstəliyinin müalicəsində istifadə olunur. Digər qrup dərmanlar isə antihistaminlər, yəni histamin reseptorlarına təsir göstərən dərman preparatlarıdır. Bunlar eyni zamanda allergiya əleyhinə olan dərman preparatlarıdır ki, həyəcan təşviş pozuntusunda həyəcan hissinin aradan qaldırılmasında istifadə oluna bilər. Həmçinin beta blokatorlar istifadə edilə bilər. Həyəcan təşviş pozuntusu zamanı ilkin yardım necə olunmalıdır? Əgər siz əlacısız vəziyyətdə qalmısınızsa, təksinizsə, yanınızda hər hansısa bir dərman preparatı yoxdursa, həkimlə əlaqə saxlaya bilmirsinizsə, təcili tibbi yardım, eyni zamanda xəstəxana sizdən uzaqda yerləşirsə, bu zaman özümüzə ilkin yardımı necə göstərə bilərik?
Biz bildiyimiz kimi, həyəcan təşviş pozuntusunda həyəcan həmlələri və həyəcan tutmaları yarandıqda biz dərindən nəfəs alıb verməyə başlayırıq. Nəfəs alıb vermə artdıqca beyinə gedən oksigenin miqdarı artır. Nəticədə beyin bir xətalı vəziyyətin olduğundan məlumat verərək nəfəs alıb vermə daha da artır və tənginəfəslik yaranır. Bu halda tənginəfəsliyi aradan qaldırmaq məqsədi ilə nə etməliyik? Bu zaman burnumuzdan dərindən nəfəs alırıq. Çalışırıq ki, nəfəsimiz, tənəffüsümüz döş tipli olsun və tənəffüsümüzü 3-5 saniyə saxlayırıq. Bu şəkildə. Daha sonra isə tənəffüsümüz ağızdan olmaqla asta-asta qarın tipli olaraq verməyə başlayırıq. Bu şəkildə. Və bunu gün ərzində bir neçə dəfə təkrarlayırıq. Bu istifadə etdiyiniz, qeyd etdiyim nəfəs texnikasını gündə bir neçə dəfə təkrarlamaqla sizin müşahidə olunacaq və yaxud da görüləcək olan həyəcan həmlələrinizin, həyəcan tutmalarınızın qarşısı alınmış olacaqdır. Lakin bu qeyd etdiyim nəfəs texnikası çox nadir hallarda həyəcan həmlələri və həyəcan tutmaları olan, panik atakı olan pasiyentlər üçün nəzərdə tutulur. Lakin sizin həyəcan tutmaları və həyəcan həmlələriniz tezləşmişsə, müddəti artmışsa, daha tez-tez müşahidə olunursa, bu halda mütləq şəkildə həkim-psixiatra müraciət etməyiniz məsləhət görülür. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.